konkret iqlim dəyişib ha. Çox dəyişib ha. May ayı getmişdi. Bir dənə aprelin ortası biraz yağırdı, ortasına qədər. Məsələn, bir də yaydakdakı o hissdə yay yağışı olurdu. Amma bu anormal deyil. Hədə qardaş, iqlimə 100 barmaq eləyirlər. İnsanlar çox deyil. Zarafatsız. İqlim də nə normaldır. Hələ yaxşı iqlimdir ki, göydən daş yağmır. Əvvəl 4 fəsil var idi. Bəli. Yaz, yay, payız, qış. İndi amma tutulmur. 2 fəsil var. Bəli. Həqiqətən elə. Qışdan keçirsən yaya, yaydan da qışa. Bəli. Vallahi. Görürsən elə ay olacaq, ağac şey açır, nə edir? Bu haqq oldu. Necə dəyişir? Dedim anormal oldu, zarafatsız. Anormal olur. İnsanlar çox o qədər raket atılır, nə atılır, hamısı. Bəli. Sizə belədir. Orada o voltda işləyən motosikletçi yoxdur. Lazım nətər sürüşdüsə motosiklet. Sürüşdü bəridən o tərəfə, bir də təzdən doğdu. Suyun içində oturdu. Bəs sürürlər. Onun da apasında, o apasında desən başa gedilər. Sürüşdü da. Riskli bir şey. Riskli də. Bir tikə çörəyə görə qanun gözlərinin qabağını alırlar. Sağlamlıqlarını törürlər. Hamısında baxsan qol, ayaq, nə gündədir. İnanırsan bir dəfə Mehtaba Sveta var, numara yol sürüsü. Mehtaba Sveta var. Deməli oradan gəlməm. Mehtaba hansı tərəfdə? Mehtaba Sveta var, 4 yol. Sentralna. Yox. Sentralna gedəndə üzü Mehtabada tərəf 4 yol deyib, biri Azadlığa gedir, nə bilim, biri sola Mehtabada qalxır, biri düz Balaxanaya gedir. Sokarın yanında. Ay, Sokar, bax orada. Orada minmişəm. 9 il orada qalmışam. Elə mi? O şeydə, o şəhərcikdə də. Gəlsən gəlirsən. Deməli, orada minmişəm mantığa, gəldim Sudalan qurğunda. Mən arxada oturmuşam. Qardaş, qapını açanda düşəndə bir dənə masaj girək gəldi, açanım üçün. Vurdu, qapını araladı, o düşənlər də ola belə, aşır, yetdi düşdü, qapı qırıq-qırıq oldu. Aynı o yıxılıb yerdə ölür. Şoför üçün bu oturammışdı, ne qapını açın mənə deyəm, sən qapını açtım belə oldu. Deyirəm, görmüşsün ölür. Cəmaat Qaqaş yıxılır, səsi baxmırsan, özün elə bil. Qapını aralayıb həngəmədən çıxartdı. Qapı gəlib keçir, özü qapı. Saxlamısan sən, bu da düşməlidir. Deyirsən, mənə deməmiş, yaşın qapını. Yox tabii ki, yolun qırağında saxlamısan, mən düşməyəm. Sənə deməliyəm, düşmüyüm. Bu ona. Sən deyir ki, bunu haqq hesab bilmərsən, qapını açdın, neyilərdin. Düşürlər bir-birinizdə. Cəmat ilə ölür, bu da qobunu düzəlsin. İnsan nədir, nə bilir. Bak inansan, o deyir ölüm başını gözünə alırsan. Asan kimi gəldi, getdi, təcə verirsən. Ona görə mən maşın saxlayanda konkret elə yerə çəkirəm ki, heç motosiklet yox, bir dənə maşın gələr, qapını açar, dəyər. Ağıllı adam deyirəm ki, özünü gözləyən olmalı. Bayaq kəsdi, bir də təzdən başladı. Yeni yerə kəsdi. Hər şey Allah mənə. Yaxşı ki, bu insanlar göyə zada el atırlar, Atırlar, niyə atmırlar? Çox atırlar. Elon Musk şeylər düzəldir. Robot insanlar düzəldir. Hər şey robotla idarə olunur. Sürdə də yaxşı dayanıqdır, sürdə yatır. Hələ konum var, Sən də hansı tərəfdə? bilmirəm valla. Tanımadan bir
Ünvanı soruş əsası. Hava kimler nasıl dedi? Bahadır mı tabii? Türkiye'ye qar yağıb deyir. Neçə santı, özə çox yağıb. Ay ay. Elə yol qırağı deyir. Erusanın böyle bir yol qırağı. Maye qaz keçirsən, insan sözəsi. Maye. Safrakdan deyir. Yox, maye qaz əslində çox dərlidir. Elə Proqramı vurarsan orada çatanda. yol qırağı da söyləmə. Oradan gəlmək lazım. Orada qalırsan. Orada da olur. Şeydə, Təzə məscidin yanında. staniyalarda. Yox, təzə məscid var. Yoxdan qalxam. Hə. Bir koy zaten sonra var. Nə yerə başladı. Değişik yol oluyor. Hiç şey yok. Gelen asıl olur. Demək sən 1 saatlı metrodasın. Ben canım, saltanatını inmişəm elə gəlib Əhmədlər indi çıxdım. Heç gün yok. Bir köşek gün var istiyor. Ben gelmem kalkanı ne yedim. Çıkmışam ya. Niye tanrısı sürüyor ya? Bu ne böyle? 1 saatlı döşüyor. Bir onu ben yolda böyle. Sen bak piyadalar İstanbul'da. Değişik yol oluyor. Ay vay. Bu bir yağmur gündür. Bu şeyde baktı. Öz kameram değil bundan. Ha. Hiç yok gündür. Yazın kala falardı da. Hıfsan. Aslında kaldı. Evet, ben de baktım. Bak Dediğin Alo. Alo. Aliş sabah. Narahat etme. Narahat etme. Yok estağfurullah. Evet. Ya ulan ne oldu ki? Yığın ha. Direkt. Sizi görmeyeyim, ön kameram görün. Stop başı. Hadi. 2 saat qabağı yaxlaşa yazmazsın.
Neçənci kameradır o? Neçənci kameradır? Nə yazılır? Üstə yazılır da rəqəm 5-ci kamera. Sağ düyməni vurun. Yok. Bir aşağıda şey var ya. Bir dəqiqə. Ana menüyə girin, ana menü. Parol bilirsiniz, mıdır mı hərfidir yoxsa? Yox, mı hərfidir. Soldan yukarı çəkin, aynısı var, mı hərfidir. O da deyil. Nə oldu, parol nə oldu? Yaxşı. Dur, oturayım. Niye parol istədi? Kamera şeyini burası Əhmədliyə çox yağmur. Çox yağmur. Buram ağızda. Tala yağmur. Evet. Koylar sürer. İşte aslında piyada keçirdə buradan üstten keçirlər ona görə. Əlbəttə ki, ya. Hər ehtimala birdən marşrutun qabağında bir də görsən ki, piyada çıxdı. Allah uzaq eləsin. Yəni o üst keçiddən heç istifadə eləmirdi. Allah uzaq eləsin. Hava açılıqdır. Ona görə də hər ehtimala 50 ilə sürürəm ki, qarşıma da çıxanda motoru zaten rahat. Qohumlar da orada Gənclər şəhərcində çox var. Elə 10 ildə orada da bir kere qalır. Gənclər şəhərcində, binalardan. Hardandılar? Laçından. Qısardanız? Ağda. Harasından? Alabalı kəndə. Kəndimizə sahib aldan. Necə? Qardaşım, qaynatası. Saybaldandır. Daimi yoldaşı Ağdamdır da, Saybaldan. Heç bir müşfikdə qalırlar. Qaçqınların hamısını orada yığırlar. Müşfikdir, Qobu qəsəbəsidir. Keçirdilər. Və nə yaş getmirsən Laçına? Mən biz o sol taraflarda görüntülər olur. Geri taraflar. Orada yer çətin deyil, çətin məsələ deyil. Bizim kənddə Laçında şəhərdən 50 kilometr uzaqdadır. Biraz vaxt aparır. Laçınlılar Ağcabəddə taxta körpüdür. Mən də 20 orada yaşamışım. 20 orada yaşamışım. Orada hardan getmişdin ora? Yoxsa elə Siftadan Ağcabədiyə. O qaçqın oldu, gəlib orada. Birbaşa ora gəldiniz. Sonra bəzi çadır şəhərcikləri zadları var, değişmişdi. Oralardan Laçınlıları köçürdülər taxta körpüyə. Kartın var qardaş? Var. Burada Hövsanda apteklər var, onların hamısı mən işləmişim çox. Kameralar. Nə qədər? Demək olur 90% apteklər hamısı mən işləmişim. Təmizlik yeri var, o da nə idi? Arif kimi, onu da mən işləmişim. Balının yanında. Paltar təmizlikləri. Dığ ilə, dığ modlu nəsə belə bir şey. Bir də midada kamera qururam var. Bir dənə gördüm, gəlin, ağlıq gəlir üstümə. Dedim, bu nə məsələ, bu nə baş verdi? Elə gəlir, mən deyim, qorxdum nə qədər.
Bəs uşağa girmişəm, yoldaşım gəlib məni öldürəcək. Kömək eləyin tabaq bunu. Deyir, ay xanım, mən iş görürəm burada, Allah kömək olmur. Gezmiş axtarmışıq. Nə bilim, başqaları da düşüb axtarıb, gelib hardan uşaq tapır. Uşaq düşüb aşağı. Böyük uşaqdır. Balaca uşaq, başqa aç telefona. Gəlinin də, nə bilim evdə. Uşaq düşüb gelib, Allah istəyir ki. Belə. Uşağa gətirlər, cun uşağı döyür. Nə bilim. Uşaq nə qanır, uşağın ağlı var, görür. Məsuliyyətsizlik. Dəli olar. İnanç el olmuşdu, yəni. Allah uzaq eləsin. Ana üçün ağır bir şeydir. Ata yenə bir soyuqqanlı durur, hə, amma. Sən konuma bax, gözünə. Hə, bir nöqtə yarım qaldı. Mən də bu işi aldanmış ayında görmüşüm, uzanlıdan idi. Sabah uşağı idi. Yəni təsəvvür et ki, evdə işə biz nərdivan gəzəndə o bilmir hardan çıxıb yuxarı. Allah'ın o dərəcə diri uşağı idi. Çox diri uşağı. Deməli, kaç dənə qardaş? 52, 61. 52, 61. 63, 33. Aha. 33, 62. Aha. 90, 21. Sağ olun. Gələr inşallah. Kilometre var. Görəm harda qalır. Göstər gör. Yedi belə. Düz göstərir elə belə. Görsən belə düz gəlsən düşərəm yolda. Fərqi yoxdur. Yəni yolun bölümü məsəl problem yoxdur. Sən bu yolu göstərirəm də ona görə.